Yeryüzünün en mühüm ve təksib olunmaz tarixlərindən biri, səmavi kitablarda qeyd olunan Həzrəti Nuh dövründə baş vermiş dünya tufanıdır. Bu analoji hadisə tez-tez ardıcıl olaraq baş vermədiyindən, həmin səmavi kitablarla yeryüzü insanlarına o dünya tufanı haqqında bilgi verilib. O bilgilərlə yer həyatının Həzrəti Adəmdən sonra yeryüzünün ikinci atası Həzrəti Nuh olduğu bildirilib. Bununla yanaşı mətnlərdə Əshab-ül Kəhf, 7 kimsənələr, Azəroğlu, Həzrəti İbrahim və bu kimi müxtəlif mühüm informasiyalarda öz əksini tapıb. Amma bunlarla yanaşı olaraq dünya tufanı ərəfəsində Həzrəti Nuh, ailəsi və o dövr sudan xilas olmuş insanların məskunlaşdığı, yaşadığı ərazi və o ərazinin tarixi adı da yeryüzü insanlarına məlum olub. Bizim o dövr coğrafi ərazi adlığımız Bilqamış dastanında Həzrəti Nuh dövründə Ur olduğu qeyd olunur. Bu, Əjdər Fərzəlinin Təkrar olunmaz Abidələr Diyarı adlı məqaləsində Bilqamış 1985 səhifə 8 tərcümə İsmail Vəliyevindir. Ona istinadən qeyd olunub. Onu da demək yerinə düşər ki, Urla əlaqədar bir çox tarixi adlıqlar saxlanılmaqda, qalmaqda, işlənilməkdədir. O tufan ərəfəsindən sonra o dövrün insanları Həzrəti Nuh xilası və xilaskarlığını unutmayaraq, həmin Ur ərazisində Həzrəti Nuh'a təşəkkürlülük mənasında ərazidə bir çox yerləri onun adı ilə çağırıb, adlandırmağa başladılar. Bununla bərabər ərazi Nuhun tufandan xilas etdiyi ərazi kimi də xarakterizə olunmağa başladı. Nuhçıxan, Nuhcuvan və s. Maraqlı olan hadisələrdən biri dünya tufanından xilas olmuş Nuh ailəsi və o dövr insanlar su çəkilməyə başlandıqdan sonraki ərəfədə yer üzündə lokal zəlzələlər baş verməyə başlamışdır. Zəlzələlərlə planetimizdə yeni relyef, yeni qatlar, suxurlar, yüksəkliklər, çökəkliklər, torpaq sürüşmələri ilə də müşahidə olunmuşdur. Çünki yer üzündə yeni həyat şərtləri, yeni dəyişikliklər başlanırdı. Dünya tufanından sonraki mərhələlərdə suyun tədricən çəkilməsi ərəfələrində ərazidə yerləşən Ağrı dağı dəfələrlə ardıcıl vulkan püskürmələri ilə müşahidə olunub. Bu ərəfədə yer üzünün yeniləşməsi ərazilərdə yeni ilahi işıq sahələri kimi bəyan olunurdu. Bu hallar da zəlzələlərlə müşahidə olunub. O işıq sahələrindən biri də Azərbaycan Naxçıvan ərazisi idi. Yer üzündəki yeniliklərdən biri də Azərbaycanda, Abşeronda, xüsusilə Naxçıvan ərazisində bir çox yerlərdə yer altından qalxan, görünən, alovlanan oda, ataş adı verdilər. Ata kəlməsi düzünə və ya əksinə deyildikdə də o dəyişilməyən, sabit olan, dəyişməz, mütləq olan anlayışı kimi də qəbul olunub. Bütün hərəkətlərə, başlanğıçlara və tükənməyən davamiyyətə səbəb kimi ataş, işıq və istisi olan, mütləq olan anlamı daşıyıcısı idi. Yanar dağı, torpaqdan qalxan, şölələnən od, ataş, gəh kimi də adlandırılırdı. Naxçıvan şəhər istiqamətindən qərb səmtində olan dağda vulkan püskürmələri sakitləşdikdən sonra Naxçıvanda Gəmiqayadan görünən dağın parlaq işıq saçması o dövr insanlarda işığın, odun görünməsi bir sevinç, bir maraq doğurdu. Tufana qədər olan mərhələdə o insanlar oddan istifadə edirdilər. Bu ərəfədə görünən, şölələnən odun, alovun görünməsi qəribə deyildi. Qəribəlik onda idi ki, Ağrı dağda baş vermiş o vulkan püskürmələrindən sonra o dağ zərli işıq saçırdı. Amma xilas olmuş o ailələrə, o insanlara, o ərəfədə od, isti əldə etmək çox çətinlik törədirdi. Amma işığın, odun görünməsi, şölələnməsi sanki o insanlara bir sevinç, müjdə, bir xilas, ümid bəxş etdi. Çünki bütün bəşəriyyətin, bütün canlıların, bütün varlıqların, yer kürəsinin özü, mərkəzdə yerləşən nüvəsi də işığa, isti ilə ataşa möhtac yaranıblar. Törədici, törədəcəyini istidə,
isti ilə törədir. Ana isti, bala isti.